Qız qalasından daha köhnə bir qala olduğunu bilirdiniz. Qalanın girişinə yeriyəndə bu tərpənməyən qaqaş gördüm. Dedim bəlkə ardası himnimiz salır amma mən eşitmirəm. Ona görə mən də onun yanında dayanım ki, hörmətsizlik olmasın. Nəysə, qalaya girəndə bizi belə bir şey qarşılayır. İçində amma heç nə yoxdur. Sonra birdən qəribə səs gəlməyə başladı. Duran takip eləyin. Yanında isə belə bir fontan var idi, içində amma su yox idi. Nəysə, fontanın yanında iki yol var idi, ya sağ ya da sol. Mən də sola xey olduğum üçün solu seçdim. Yolun sonunda isə insanlar niyəsə yavaşlayırdı. Çatıb yuxarı baxdım və kilsənin qabağında bir qrup turistin bələdçiyə qulaq asdığını gördüm və mən də yalandan dayanıb nəsə başa düşürmüş kimi başımı salladım. Sonra kilsəyə girmək istədim və qabağımdakı qaqaşın ipin üstündən keçdiyini görüb onun məndən nəyi artıqdı deyib mən də eynisini elədim. Amma girişə çatanda gördüm ki, bilet yoxdurlar və gəldiyim kimi geri qayıtdım. Kilsənin arxa tərəfinə gedəndə yol üstü əsgərləri gördüm və qala divarlarına yaxınlaşdım. Sonra da uzaqdan gələn amma görünməyən düşmənləri vurdum. Və o qədər də gülməli olmadığını başa düşüb qayıtdım. Kilsənin arxası belə görünür, qabağında qırmızı bir kilsə var, onun da yanında belə boş bir ərazi var idi. Amma çox boş olduğunu düşünürəm, ona görə bura bir şey əlavə eləmək olar. Nəysə, sonra qalanın aşağı tərəfinə düşdüm və buradan bütün Praqanı görmək olur. Sabah gedəcəyimi görmək üçün izləməli qalın.